Bu sualda T və T'nin cəmi R-dir. Y və Y-nin cəmi T-dir. M və M-in cəmi də T-dir. Demək ki, biz burada T-yə qiymətlər yazmalıyıq. T-yə mən 1 yazsam, T burada da 1 olmalıdır. 2 rəqəmin cəmi 1 olmaz. Onda mütləq biz T-nin yerinə 2 yazsaq əgər, bu 4 olacaq. Cəmi 2 ilə bitən ya 6-dır, ya da 1-dir. Burada da T'nin yerinə 2 yazsam, mütləq bu 1 olmalıdır. Deməli, onda mütləq bura biz 6 yazmalıyıq. Y 6-dırsa, gərək onda A ya 3 olsun, ya da 8 olsun. A'nın yerinə 3 yazası olsam, onda gərək burada K da 6 olsun. K da 6, Y də 6 olmaz. Niyə? Çünki eyni hərflər, eyni müxtəlif hərflər, müxtəlif rəqəmlər olmalıdır. T'nin yerinə 3 də yazırıq. Alınmır, onda gətir T'nin yerinə 4 yaz. Yəni, bütün ehtimallarına baxmaq lazımdır. T'nin yerinə 4 yazanda digərlərinə də 4 yazırıq. Bu iki rəqəmin cəmi, burada da 2 rəqəmin cəmi 4 ilə bitirsə, ya 2 2-dir, ya da 7 7-dir ki, 14, 4 yazaq, 1 yadda qalsın. M ilə M-in cəmi 4 ilə bitirsə, bu 7 ola bilməz. Çünki 7 7 olsaydı 14 olardı. Demək ki, bu M mütləq 2 imiş. Onda Y-nin yerinə mütləq biz 7 yazmalıyıq. Ki 14 eləsin, 4 yazaq, 1 yadda qalsın. Y burada 7-dirsə, Y burada da 7-dir. Cəmi 7 olan nə var? Ya 3 ilə 3, 6, üstə 1 gələk 7 olsun, ya da 8 ilə 8. Eğer 8-dirsə, A-nı 8 götürə bilmərəm. Onda A-nı mütləq 3 götürmək lazımdır. A 3-dürsə, burada da 3-dür. Cəmi 3 ilə bitən elə bir 2 rəqəm yoxdur. Ona görə yaddası var da, əvvəldən onsuz yadda gəlir. Bu 2 deməkdir. 2 olması üçün ya 1 1, ya da ki 6 6 olmalıdır. 1 1 olsaydı, əvvələ yadda verə bilməzdi bu. Yadda verməlidir amma. Demək ki, mütləq 6 6 imiş. İndi sondan əvvələ baxın. 4 plus 4 8, 7 plus 7 14, 4 yazaq 1 yadda. 6 plus 6 12, 1 yadda 13, 3 yazaq 1 yadda. 3 plus 3 6, 1 yadda 7. 2 plus 3 ilə 4. K 6 minus Y plus M 7 plus 3 bölünsün 3 minus 8 bölünsün 4. 6 minus 3 minus 2, 6'dan 3'ünü çıxanda 3, 3'dən 2'sini çıxanda 1.